Bir daha vurğulayaq, İran ABŞ-nin təkliflərini məntiqsiz hesab edir və təklifləri rədd edir. Bəs İranı necə qane etmək olar bu müharibənin dayandırılması üçün? Suallarımızı Milli Məclisin üzvü Cavanşir Feyziyevə ünvanlayacağıq. Cavanşir bəy, hər vaxtınız xeyir olsun. Xeyir. İranı necə qane etmək olar? İranı necə inandırmaq, sülh prosesinə cəlb etmək olar ki, bundan sonra hər şey sizin yaxşılığınız üçün yolunda gedəcək. Amerikanın əlində hansı variantlar mövcuddur? İranı inandırmaq üçün indiyə qədər kifayət qədər konstruktiv addımlar atılıb. O cümlədən 2015-ci ildə İran üzərindən bir çox sanksiyaların götürülməsini xatırlaya bilərik. Həmin dövrdə İran üzərindən sanksiyalar götürüldü və İranın xarici ticarət fəaliyyəti kifayət qədər liberallaşdı. Lakin 2018-ci ildə Donald Trump hakimiyyətə gəldiyində o həmin razılaşmadan çıxdı. Buna baxmayaraq Avropa ölkələri həmin razılaşma əsasında münasibətlərini davam etdirdilər. Lakin 10 ilə yaxın keçən vaxt ərzində İran bu fürsətdən nə üçün istifadə etdi? İran xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından əldə olunan gəlirləri ölkədə iqtisadiyyatın və sosial rifahın artırılmasına deyil, silahların növlərinin artırılmasına, uzaq mənzilli raket istehsalına və nüvə silahının hazırlanmasına yönəltdi. Ona görə belə düşünürəm ki, artıq İranı inandırmaq üçün konstruktiv alətlər qalmayıb və bu müharibənin başlanmasının səbəbi də elə odur əslində. Və İran, baxın, indi İran sizin indicə göstərdiyiniz sujetdə İran rəsmisi deyir ki, Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü tələblər bizim üçün qəbul edilməzdir. Qane etmir onları. Amma cəmi 1-2 gün öncə onlar bildirirdilər ki, ümumiyyətlə belə bir danışıqlar yoxdur, belə bir təkliflər yoxdur və hətta ələ salaraq deyirdilər ki, Donald Trump özü ilə danışıq aparır İran adından. Bəs demək ki, İran tərəfindən verilən bəyanatlara doğru bəyanat kimi yanaşmaq alınmır. Yəni, mümkün deyil. Çünki nəyin doğru, nəyin yalan olduğunu bilmək çox çətindir indiki vəziyyətdə. Və ancaq görünən odur ki, İranın müdafiə qabiliyyəti günbəgün zəifləyir. 10 mindən artıq hədəfə zərbə endirilib və bugün verilən məlumatlara görə daha 3000 təxminən hədəf var ki, onlar da silah istehsalı ilə məşğul olan istehsal müəssisələrinə aiddir və həmin təxminən 3000 hədəfin də dağıdılması, Birləşmiş Qüvvələr tərəfindən, Amerika və İsrail qüvvələri tərəfindən dağıdılması İranın müqavimət qüvvətini tamamilə sarsıdacaq. Və digər tərəfdən İran daxilində razılaşma, konsensus yoxdur. Yəni İran daxilində də şübhəsiz ki, həmişədən də İran siyasi mənzərəsində radikallar və reformistlər qanatları vardı. Və indi reformistlər tərəfindən gələn siqnallar onu göstərir ki, onlar hətta separat danışıqlara belə gedə bilərlər Amerika Birləşmiş Ştatları ilə. Lakin İslam İnqilabı Keşişləri Korpusu hələlik vəziyyəti öz nəzarətində saxlaya bilir. Və ona görə də düşünürəm ki, burada danışıqlar yolu ilə nəyinsə əldə olunması ehtimalı çox azdır. Çox güman ki, İranın müqavimət imkanları tam məhdudlaşdırıldıqdan sonra İran rəhbərliyi, o cümlədən İnqilab Keşişçiləri Korpusunun rəhbərliyi ola bilsin ki, hansısa şərtləri qəbul etməyə razılıq versinlər. Amma bugün hələlik İran buna hazır deyil. Cavanşir bəy, Donald Trump qeyd elədi ki, bir neçə saat bundan qabaq, əgər İran bizim şərtlərimizi qəbul etməsə, digər tədbirlər görəcəyik. Ən sərt hərbi tədbirlərdən söhbət gedir. İranın bütün elektrik stansiyaları, neft yataqları, strateji əhəmiyyətli Xark adasını məhv edəcək kimi bir təzyiq variantı
variantından istifadə etməyə hazırlaşır. Bilmirəm, bu real görsənir yoxsa yox. Yəni, bütün bu deyilənlər olsa, İranda vəziyyət doğrudan da həddindən artıq acınacaqlı olacaq. Amerika Birləşmiş Ştatları bunu indiki vəziyyətdə edə bilərmi? Məsələn, Xarq adasını məhv edə bilərdi bir müddət qabaq, amma yüngül toxunuşlarla prosesi tənzimlədi. Amma daha sərt deyəndə nələri nəzərdə tutur? Mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatları Xarq adasını bütövlükdə məhv etmək planı var. Çox güman ki, Xarq adasını məhv etmək deyəndə Amerika Birləşmiş Ştatları həmin adaya daxil olaraq oradakı fəaliyyətləri nəzarət altına almaq. Yəni, İranın xarici iqtisadi fəaliyyəti, xüsusən neft satışının 90% həmin adadan həyata keçirilir və əgər Venezuela'da olduğu kimi İranda da neft ixracatını Amerika Birləşmiş Ştatları və İsrail öz nəzarətinə keçirə bilsələr, o zaman İranda rejimin çökməsi daha da sürətlənə bilər. Və indiyə qədər baş verən hadisələrdən o görünür ki, Amerika Birləşmiş Ştatları İranın iqtisadi infrastrukturuna zərər vermək kimi bir məqsədi yoxdur. Sadəcə İranın təslim olmasını tələb edir. Və burada Amerika Birləşmiş Ştatlarının artıq başqa yolu da yoxdur, geri çəkilmək yolu da yoxdur. Çünki əgər məsələlər həll olunmamış, yəni Amerika tərəfindən qoyulan şərtlər qəbul olunmamış, Amerika geri çəkilərsə, o zaman İsraili təhlükə altında qoymuş olur. Və bu İsrail tərəfindən əlbəttə qəbul edilməz bir hal olacaq. Ona görə də düşünürəm ki, Donald Trump İsraillə birlikdə sona qədər gedəcək və İranın Amerika və İsrail tərəfindən irəli sürülmüş şərtlərinin qəbul olunmasına nail olacaq. Əgər hərbi yolla buna tam nail ola bilməsələr və bildiyiniz kimi quru əməliyyatları keçirmək haqqında da söhbətlər gedir və düşünürəm ki, əgər quru əməliyyatların keçirilməsi haqqında qərar veriləcəksə, bu İraqda olduğu kimi olmayacaq. Yəni, bütün ölkə işğal olunmayacaq. Sadəcə onun elə, məsələn, sizin də qeyd etdiyiniz Xarq adası və Bəndər Abbas limanı ələ keçirilərsə, o zaman İranın iqtisadiyyatı bir gecədə çökəcək. Və İran əhalisinin artıq yaşayış səviyyəsi sıfıra inəcək. Və o zaman yerli əhali tərəfindən də dəstək gələ bilər xarici qüvvələrə, xarici müdaxilə qüvvələrinə. Ona görə burada bu müharibə elə bir şəkildə başlanıb ki, onu məqsədlərə nail olmadan başa çatdırmaq mümkün deyil, düşünürəm. Bu müharibənin əleyhdarları da kifayət qədərdir. Məsələn, İspaniya İranı hədəf alan hücumlarda iştirak edən ABŞ təyyarələri üçün hava məkanını bağlayıb. Bununla bağlı İspaniyanın müdafiə naziri Margarita Robles məlumat verib. İspaniya bundan əvvəl ABŞ ilə birgə istifadə edilən bazalarından İrana hücum üçün icazə verməmişdi. Bunu hamımız yaxşı xatırlayırıq. Nazir qeyd edib ki, Madrid İranla müharibə ilə bağlı hərbi bazalarından və hava məkanından istifadəyə icazə vermir və bu qərar İspaniya hökumətinin beynəlxalq hüquqa zid və birtərəfli şəkildə başlamış müharibədə iştirak etməməklə bağlı mövqeyindən qaynaqlanır. Bəzən Trump konkret ölkə adı çəkməməklə tərəfdaş hesab elədiyi ölkələrdən gileylənməyə başlayır. Amma nəticədə biz tək də mübarizə apararıq mesajını verir. Amma bu prosesdə bizə dəstək olmayan ölkələr bunun ziyanını yaxın gələcəkdə görəcəklər. Mesajını da ötürməyə çatdırır sözün açığı. Burada İspaniyanın və İspaniya kimi addım ata biləcək ölkələrin adını sadalaya bilərikmi və İspaniyanın bu etirazı, bu qadağaları müharibənin gedişatında Amerika üçün bir manevr imkanı yarada bilərmi? Belə düşünmürəm. İspaniya Baş Nazirinin verdiyi açıqlama birincisi olduqca populist bir açıqlamadır. Və digər tərəfdə bunun səbəbi də ola bilər. Niyə Avropa dövlətləri Amerika Birləşmiş Ştatlarını hər tərəfli şəkildə dəstəkləməyə tələsmirlər? Hərçənd vəziyyət daha kritik səviyyəyə gəlsə, onlar da koalisiyaya qoşulacaqlar və Amerika Birləşmiş Ştatları ilə birlikdə hərəkət edəcəklər, buna şübhə yoxdur. Çünki bütövlükdə ABŞ-dan başqa digər NATO üzvlərinin toplam gücü Amerika Birləşmiş Ştatlarının hərbi gücündən dəfələrlə azdır. Və onların Amerika Birləşmiş Ştatlarına ehtiyacı var. Amerika Birləşmiş Ştatlarının doğrudan da
hərbi güc məsələsində onlara elə də böyük bir ehtiyacı yoxdur. Amma sadəcə siyasi nöqteyi nəzərdən Avropa dövlətlərinin Amerika Birləşmiş Ştatlarını dəstəkləməsi istənilir ki, bu sırf siyasi xarakter daşıyır. Hərbi mənada Amerika Birləşmiş Ştatları özü İranın öhdəsindən gəlməyə qadirdir. Və digər səbəbi ola bilər ki, Avropa ölkələri 2015-ci ildə o bayaq danışdığımız sanksiyaların yumşaldılmasından sonra, əgər xatırlayırsınızsa, həmin illərdə, həmin aylarda Avropa liderləri növbəyə düzülmüşdülər Əli Xameneyi ilə görüşmək üçün. Yəni onlar hər birisi İranla yaranacaq yeni münasibətlərdən faydalanmağa çalışırdılar. Ümumi məqsəd bəzən kənarda qalır. Ayrı-ayrı dövlətlər öz marginal məqsədlərini daha ön plana çıxarırlar. Və İspaniya baş nazirinin bu açıqlaması isə ümumiyyətlə yəni çox gülməli görünür. Çünki İspaniyanın Amerika Birləşmiş Ştatlarının apardığı əməliyyatlara nə dərəcədə təsiri ola bilər? Yəni tutaq ki 10-20 qırıcı təyyarə ilə orada iştirak eləsin, bu böyük bir şey deyil. Amerika minlərlə qırıcı təyyarə çıxardır döyüş bölgəsinə. Ona görə bu kimi məsələlər Amerika Birləşmiş Ştatlarının Avropadan narazılığı, Avropa dövlətlərinin istənilən an Amerika Birləşmiş Ştatlarına qoşulmağa hazır olması və amma bunu çox ehtiyatla hələ ki tərəddüdlə etməsi sırf siyasi konjunkturadan irəli gələn davranış qaydalarıdır. Aydındır. Cavanşir bəy, çox sağ olun, təşəkkür edirəm. Cavanşir Feyziyev Milli Məclisin üzvü ilə biz ABŞ-İsrail-İran müharibəsini danışdıq.